15 aydır ki, mənim təcrübə fəaliyyətim burada davam eləyir. Çox xoşbəxtəm ki, həqiqətən real iş mühiti ilə biz burada tanış ola bildik. Çünki özümü çox inkişaf elətdirə bildim. Mənə maraqlı olan çox sualın cavabını tapa bildim. Bundan əlavə olaraq daha da çox sualım yarandı karyera ilə bağlı və amma yavaş-yavaş zaman ilərlədikcə də bu sualların cavabını tapmağa çalışıram komandamız sayəsində, mentorum sayəsində. Universitetdə öyrəndiyim nəzəri bilikləri artıq praktiki biliklərə çevirməyin vaxtı olduğunu düşündüm və burada həqiqətən də bütün tapşırıqları eyni anda idarə etmək bacarığı, tapşırıqlara prioritet vermək bacarığı əldə etdik. Hər hansısa bir sualımız olduqda mentorlarımız bizə hər tərəfli dəstək olurdular. Burada təcrübəyə qoşulduqdan sonra yeni bilik bacarıqları əldə etdim. Bu bilik və bacarıqlar mənim karyeramda mənə çox kömək oldu. Əvvəllər belə düşünməzdim ki, dəmir yollarında bu qədər müasirləşmə, rəqəmsallaşma var, amma iş prosesində olduqca, real iş mühitində olduqca öyrəndim ki, əslində burada gedən hər bir prosesi rəqəmsallaşdırmaq mümkündür və bizim rəqəmsal inkişaf departamenti hər bir prosesin rəqəmsallaşdırılması üçün hər gün çox həvəslə çalışır.